Teologiya başlayırıq. Deyək ki, mən intensiv qrupda səs də göndərim. İntensiv qayda qrupu. Deməli, biz sizinlə dedik ki, bugün intizam qaydalarını danışacağıq və mən video izahı göndərmişdim. Bugün, yəni cədvələ görə video izah göndərilən gündür və biz bugün ancaq sual cavab edirik. Və qaranlıq qalan neysə olarsa, mən təbii ki, onun izahını təqdim edirəm. İstəyirəm ki, bu intizam qaydalarını biz xırdalıqlarla danışaq. Niyə? Çünki bu qaydaları mütləq də ki, müsahibədə bununla bağlı suallar olacaq. Çünki əvvəllər biz bilirdik ki, şagird davranış qaydaları var idi. İndi artıq şagird davranış qaydaları yox, intizam qaydaları qəbul olunmuşdur, bizlərə məktəblərə göndərilmişdir və ona görə də həm də baxın, indi metod birləşmə iclasları olur, bilirsiniz yəqin ki, hər tətil müddətində sabah bizim rayon üzrə də bölmə iclasları olacaq. Elə orada da bəzi mövzular var ki, mövzular verilib bizlərə təqdim. Bizlərə deyəndə bir neçə direktora təqdim olunub ki, orada həmin direktorlara, müəllimlərə və s. bu, yəni müəyyən istiqamət üzrə təlimlərin keçirilməsi həvalə olunub bizlərə, yəni həmçində mənə və orada da mən proqrama baxırdım, nələr var. Mən onu istəsəz sizə göndərəcəm. Baxarsınız nələr var. Çox güman ki, bu istiqamət üzrə sırf direktorlara aid olan hissə, yəni məndədir. O istiqamət üzrə də düşünürəm müsahibədə suallar verilə bilər və onun da bir, belə deyək, məruzəsini hazırlamışam, prezentasiya, PowerPoint slayd hazırlamışam. Həmin slaydı mən sizə Allah qoysa təqdim edəcəm. Bugün yox, çünki slaydı tamamlamalıyam və ona uyğun bir fəaliyyət planı da hazırlamışam. Onu da danışacağım sizdən. Yəni, nə ki yenilik olur, bilirsiniz. Nə ki yenilik bizə tapşırılır, onu mən çalışıram ki, müdavimlərimlə bölüşüm ki, həmin istiqamət üzrə birdən sual verilərsə biləsiniz. Gəlin başlayaq, yoldaşlar. Ümumiyyətlə, intizam qaydaları var. Biz dedik ki, qəbul olunmuşdur. Ümumiyyətlə, bu intizam qaydaların qəbul olunmasında məqsəd nədir? Nə üçün bu qaydalar qəbul edilmişdir? Kim deyər? Aha. Turanə müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. İntizam qaydaları şagirdlərin məktəbə davamiyyətidir, gigiyenik qaydalara riayət eləməsidir. Sinif yoldaşları ilə və başqa məktəbin daxilindəki başqa yoldaşları ilə nizamlı, intizamlı davranışıdır. Yəni, indiyə qədər bizim məktəblərdə olmayıbdır. Siz dediyiniz kimi 300 məktəbdə, pilot məktəblərdə olub. İndi isə bütün Azərbaycanın bütün növ təhsil müəssisələrində tətbiq edilir. Məktəbdə 5-7 nəfərdən ibarət komissiya hazırlanır, o rəhbəri direktor olur və məktəb sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçı sinif rəhbəridir, müəllimdir, valideyndir, UBTR-dir, psixoloqdur. Bu şəxslərdən, bu pedaqoji işçilərdən ibarət komissiya yaradılır və şagirdlərin məktəbə davamiyyətinin ən sonunda nəticəsi sinif rəhbərliyinə verilir. Məktəb rəhbərinə hər dəfə məlumat verilir. Məktəbdə 4 səviyyədə qaydanı pozma qaydalar, səviyyələr verilmişdir. Nəzərə alınır. 3 meyarlarda qiymətləndirmə aparılırdı. Birinci səviyyə yüngül səviyyə, ikinci səviyyə orta səviyyə, üçüncü səviyyə ağır səviyyə, dördüncü isə ən ağır səviyyədir ki, yəni bildiyimiz kimi deyək, bir dənəsindən mən deyəcəm. Məktəbi dərsi mütəmadi buraxması bu yüngül səviyyədir. Dərsə davamlı eyni bir fəndən dərsə davamlı gəlməməsi ağır səviyyədir. Məktəbə gəlməməsi orta səviyyə ikinci idi. Üçüncü məktəbə gəlməməsi ağır. Deyək ki, davamlı gəlmirsə və sinif yoldaşlarının da bu kimi işlərə, yəni məktəbi dərsi buraxmalarına sövq eləyirsə, bu isə ən ağır səviyyədə götürülür. Yəni mən biri ilə qarşılaşdırmışam ki, yəni yəqin müəllimlərdən də deyən olacaq. Qiymətləndirməsi də nəticə ilə sosial
sosial məsuliyyətlə, bir də akademik səviyyə ilə qiymətləndirilir. Orada virtual yaşıl kartla deyək ki, göstəricisi yaxşı olursa, şagirdlərin virtual yaşıl kartlarla bir ilk günü 3 yaşıl kart verilir. Deyək ki, 3 Gəlin bura qədər gəlməkdir. Siz tam bütün qaydaları danışdınız. Bax, mən sual verirəm. bildik. Turanə Mən müəllim. əslində biz orada seminarda bu cür pop-e ilə mən bunu çoxdan çıxartmışam. Özüm oxumuşdum. Bu səs yazısı yox idi. Bəli, bir də qulaq asmışam. Bu səviyyədə də o günləri o boyda 108 müəllimin içində danışmışam. Allah, Turanə müəllimə. Bəlkə də o direktorlardan da var. Çox sağ olun, təşəkkür. Yaxşı, hər dəfə hər bir sualı cavablandırırsınız. Sadəcə istəyirəm ki, qarışdırmayaq da birdən-birə yaşıl kartlara gəlib keçmək, ora gələcəyik zaten. İstəyirəm belə deyək də etap gedək və buna uyğun da hər kəs istəyirəm sual-cavabda iştirak etsin. Siz bütün qaydaları hamısını danışsaz, digər yoldaşlara qarşı haqsızlıq olar. Ona görə. Aha, deməli məqsədi Turanə müəllimə dedi. Məqsəd nədir? İntisam qaydalarının qəbul olunmasında burada şagirdlərin sağlamlığıdır, psixoloji sağlamlığı, istər onların digər şagirdlərə qarşı olan məktəb daxili münasibət deyilir, digər şagirdlərə, rəhbər şəxslərə, müəllimlərə qarşı olan münasibətdir, sağlam mənəvi psixoloji mühit, öyrənmə mühitidir, əlverişli, təhlükəsizlikdir və s. davamiyyətdir, bunlardır. Bunları danışdıq. Aha, indi bu şagird intisam qaydalarına nələr daxildir? Bunları biriniz sadalayın, sonra hərəsini ayrı-ayrılıqda deyərsiniz. Misal üçün, dərsə davamiyyəti bir nəfər desin, geyim formanı digəri desin. Bir nəfər zəhmət olmasa sadalayın, bunlar hansılardır? Birini dərsə davamiyyəti ilə bağlı Mövlam müəllim, elə siz deyin. Buyurun, mənim mikrofonu açın. Bəli, müəllim. İntisam qaydalarında əsas dedik ki, yəni videoda belə qeyd olunur, əsas 7 məsələ öz əksini tapır. Bu da dərsə davamiyyətdir. Bir də təkrarlayım, elə geyim forması, yəni şəxsi gigiyena məsələsi, ondan sonra etik davranış, təhlükəsizlik, qadağan olunmuş əşyaları məktəbə gətirmək, öyrənmə mühiti, bir də məktəb əmlakına və şəxsi əşyalara, yəni münasibət burada öz əksini tapır. Əsasən bunlar öz əksini tapır. Təhlükəsizliyi dedinizmi? Təhlükəsizlik. Bəli, səhv eləmədə təhlükəsizlik var. Bəli, 7 məsələ öz əksini tapır burada. Baxın, dərsə davamiyyət. Bu haqda danışın. Dərsə davamiyyət dedik, əsas məsələ odur ki, yəni cədvəl üzrə şagirdlərin məktəbə gəlməli və məktəbdən, yəni çıxmalı, məktəbi tərk etməli olduğu vaxtlar nəzərdə tutulur. Bundan sonra həm dərs zamanı, yəni şagirdin dərs zamanı əgər dərsdən çölə çıxırsa, burada sinif otağını tərk etməməlidir. Yəni müəllimin icazəsi olmadan tərk etməməlidir, icazə alaraq tərk etməlidir. Və yaxud da dərsdən qalacaqsa, yəni bu sağlamlıqla bağlı hər hansı bir problem olacaqsa, təbii ki, bu yəni başa düşülən haldır. Ancaq gəldiyi gün, yəni ilk dərsə qayıtdığı gün bununla bağlı bir tibbi arayış gətirilməlidir məktəbə. Və bir icazə məsələsi, dərsdən üzrlü səbəbdən qalma hadisəsi baş verərsə, burada təbii ki, valideyn bunu məlumat verməlidir, bununla bağlı icazə almalıdır ki, yəni bu sinif rəhbərində məlumat. Bəli. Aha, tamam, təşəkkür edirəm. Geyim forması və gigiyena bu haqda kim danışmaq istəyir? Əl qaldırın yoldaşlar, zəhmət olmasa, geyim forması və gigiyena. Ümumiyyətlə, hər bir məktəbin biz bilirik ki, geyim forması var. Biz ümumi təhsil haqqında qanunda da bu haqda danışmışdıq. Ümumiyyətlə, deyə bilərsiniz, təhsil alanların ümumi təhsil müəssisələrində geyim formaları nəyə əsasən müəyyən olunur? Bu sualı da təqdim edin bu arada və geyimlə bağlı məsələni də həmin müəllim desin. Buyurun. Aha, Səma müəllimə, eşidirəm sizi. Deməli, axşamınız xeyir. Məktəbli forması ilə bağlı ümumiyyətlə Nazirlər Kabineti tərəfindən onun eskizi çəkilir, eskizi tanış edilir təhsil müəssisələri tərəfindən. Sonra onlar hər bir təhsil müəssisəsi özü üçün formanı seçir, hansı rəngdə, hansı formada geyinmək məsləhətdir. Yəni artıq 3 il müddətinə onların seçdiyi həmin o forma
qüvvədə qalır. 3 ildən sonra təzədən pedaqoji şuranın razılığı ilə orada müzakirəyə qoyularaq hər məktəb özünə məktəbli formasını seçə bilər. Amma Nazirlər Kabinetinin çəkdiyi eskizdən kənara çıxmamaq şərti ilə. Eyni geyim qalarsa, eyni geyim. Məsəl üçün gələn il üçün artıq dəyişiklik olunmalıdır ya da ki, eyni geyim qalmalıdır. Bu dəfə hansı prosedurlar həyata keçirilir? Pedaqoji şura tərəfindən müzakirə olunur. Direktor müşahid məktubu belə bu qaydada bunu deyirsiniz, yoxsa Məktubuna ehtiyac yoxdur. Dedik ki, misal üçün boz rəngdə geyim formamız vardı. İndiyənə qədər 3 il bu il bitirdi, səhv etmirəmsə. 2026-27-ci tədris ili üçün biz ya geyim formasının təsvirini dəyişmək istəyirik. Orada bir Təhsil Nazirliyinə yəqin müraciət olunar və məktəbin nizamnaməsinə daxil olunar. Nizamnamədə onda dəyişiklik etmək lazımdır. Bəli, təbii ki, qeyd olunubsa, hələ nizamnaməmiz yoxdur da, ona görə biz mövcud vəziyyətdən danışırıq. Bəli, nizamnamədə dəyişiklik edilirsə, təbii ki, nizamnamədə edilən dəyişiklik nazirlik tərəfindən təsdiq olunmalıdır. Bu bir mənalı belədir. Amma geyim formanın təsvirini, yəni digər rəngi dəyişiriksə, o zaman yenə də eyni qaydada pedaqoji şurada bunu müzakirə edirik. Valideyn komitəsini dəvət edirik. Pedaqoji şuranın qərarı əsasında eyni, misal üçün boz geyim idi. Boz geyim yenə də 3 il müddətinə qüvvədə qalır. Aha, Səma müəllimə, bunları bilirsiniz, bilirəm. Sadəcə fikrinizi tam çatdıra bilmədiniz. Bəli. Geyim formamız, yəni burada qaydalar, intizam qaydaları necədir? Yəni şagirdlər seçilmiş geyim formasını geyməlidirlər. Papaq, kapşonkalı, jaket, yəni rəngli paltarlardan. Yəni bunu dərs başladısa, artıq bunlardan istifadə etməməlidirlər, üst geyimlərini çıxarmalıdırlar. Geyim formaları səliqəli olmalıdır, təmiz olmalıdır. Sonra hündürdaban ayaqqabılar, nə bilim, uzun dırnaq, zinət əşyaları. Bəzən elə olur ki, qızlar məsələn 3 dənə qulağında sırğa taxır, bir qulağında 3 sırğa ilə məsələn məktəbə gəlir. Nə bilim, digər makiyajdan istifadə edirlər. Məsələn 10-cu, 11-ci, hətta 9-cu, 8-ci sinif uşaqları da vardır ki, bunlardan istifadə edir. Oğlan uşaqları saqqallı gəlirlər. Yəni bunlar qadağandır. Yəni gigiyena qaydalarına riayət etmək lazımdır. İntizam qaydalarında da bu göstərilir. Təhlükəsizliyi də elə siz deyin, Səma müəllimə istəyirsinizsə. Təhlükəsizlik, yəni məsələn məktəbdə daxil olduqda görürsən ki, tənəffüsdə uşaqlar qaçır koridor boyu, dəhliz boyu o yan bu yan. Yəni dəhlizin sağı ilə getmək lazımdır mütləq. O pəncərənin qarşısında, yəni altlığında oturmamaq, pəncərədən bayıra əyilməmək, uşaqlar üçün qadağan olunmuş otaqlara, məkanlara daxil olmamaq, məsələn texniki otaq ola bilər, zirzəmi, dam, arxiv. Fövqəladə hallarda müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Ekskursiyalara getdikdə və yaxud da məktəbdən kənar, məktəb daxilində hər hansısa bir tədbir görülərsə, intizama riayət etməli. Tədbir olan zaman tədbir qurtarmamış, yəni həmən məktəbdə tədbir olunan məkanı tərk etməməlidirlər. Yəni yalnız müəyyən olmuş bir vaxtda tərk eləyə bilərlər. Tamam. Səma müəllimə təşəkkür edirəm. Çox sağ olun. Demişəm ki, burada sizə müəyyən bir müsbət qəbul edəcəyiniz iradları deyəcəm, deməliyəm. Bunları müsbət qəbul edirsiniz. Səma müəllimə, çalışın ki, orada danışanda pauzalardan istifadə etməyin. Kimi, baxın, siz belə bir halda hər hansısa bir başqa bir sözlə onu belə deyək də, biz adətən o pauzanı nə üçün veririk? Ki, düşünək də növbəti sözü nə deyəcəm. Onun əvəzinə hər hansısa bir sözdən istifadə edin, o pauzanı verməyin ya da sakit durun. Edə biləcəksiniz? Bilmirəm. Bax, mənə elə gəlir ki, hər şeyi bilirəm, amma bax belə danışanda hıqqıldayıram. Bəli, o pauzalar. O da öz-özümə çox danışmamaqdan irəli gəlir, çox güman ki. İxtisas deyil, baxmayın, ona görə biraz çətinlik çəkirəm. Bəli, Səma müəllim. Ona görə evdə misal üçün ailə üzvlərinizdən xahiş edin ki, sizə suallar versinlər, siz ona uyğun cavablarınızı təqdim edin ki,
baxın ki, orada pauza yaratmayın da, çalışın onu etməyin. Mən özüm Hə, deyim ki, öz üzərimdə çox çalışıram. Buna görə mən də insanam, hər kəsdə ola bilər. Simbolik dərs müddətində mən çalışıram ki, bu pauzalardan ümumiyyətlə istifadə etməyim. Çünki həm müdavimlər üçün yorucu olur. Orada da komissiya üzvləri üçün hardasa yorucu olacaq. Amma sonra İndi bilmirəm nə dərəcədə düzsə, bir təlimçi demişdi ki, dodaqları çalışın bir-birinə yaxınlaşdırmayın o fikirləşən zaman. Onda istər-istəməz belə səslər çıxır da, yəni. bəli. Düzdür, Hə. hardasa bəli, məqsədə uyğundur. Belə, Çox çalışın. sağ olun müəllimə. Bəli, heç də sizə aid deyil Səma müəllimə. Sadəcə Hə, yəqin ki, bilirəm, çox sağ. Yox, mən özüm bilirəm səhvini. Çox sağ olun. digər yoldaşlar da yəqin ki, bunu müsbət qəbul edər və bu formada edin. Çalışın ki, yəni maksimum orada uğur qazanasınız da. Buna görə çalışıram mən də. Öyrənmə mühiti dedikdə nəyi başa düşürük? Bura nələr daxildir? Kim cavablandıra bilər? Əl qaldırın, zəhmət olmasa. Görmürəm əl işarələrini. Aha, Məqbulə müəllimə, buyurun. Salam müəllim, axşamınız xeyir olsun. Xeyir olsun. Müəllim, öyrənmə mühitinə belə ki, şagirdlər deməli məktəbə gələrkən dərs vəsaitlərini, məktəbə aid olan ləvazimatları gətirməli, dərsə vaxtında gəlməli. Dərsdə deməli irqindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün yoldaşlarına eyni formada davranmalı. Yəni aralarında fərq qoymamalı. Sonra digər şəxslərin əşyalarına, yəni əl vurmamalı, yəni icazəsiz olaraq. Yəni onlara davranışla, yəni necə deyim, onların təhlükəsizliyi ilə bağlı hər hansı bir hərəkətlərə yol verməməlidir. Sonra dərs müddətində deməli dərsi dinləməlidir, müəllimə diqqətlə qulaq asmalıdır, dərs zamanı səs-küy yaratmamalıdır, səs tonuna riayət etməlidir. Daha sonra qeyri-etik davranış. Bəli, əl qaldırmamalıdır, bədən hərəkətlərinə, yəni özünü riayət etməlidir. Qeyri-etik, yəni ifadələrdən istifadə etməməlidir, yoldaşlarına fiziki zorakılıq hallarına yol verməməlidir. Daha sonra yəni dərs zamanı orada qidalanma zamanı deməli yalnız bufetdən, yeməkxanadan istifadə etmək lazımdır. Xüsusi hallarda yəni su içmək olar, ancaq yemək qəbulu yəni dərs zamanı olmaz. Görürsüz, əsas su içməyə icazə verilir dərsdə. Amma məktəbdə mən baxıram ki, misal üçün qızım mənə deyir ki, mama mən dərsdə su içirəm, mənə icazə vermirlər. Buna icazə varmı soruşur. Arada bir də görsən ki, nəsə bir məsələlər olanda gəlir məndən məsləhət edir. Deyirəm ki, təbii ki, qızımda, yəni intizam qaydalarında da qeyd olunub ki, su içmək olar. Bunu müəllimlər bilmədikləri üçün intizam qaydalarına icazə vermirlər adətən, amma su içməyə icazə var. Hətta mən sizə demişdim ki, müsabiqə zamanı orada müsabiqədə iştirak etdiyiniz zaman gördünüz ki, həyəcanlanırsınız, daxil oldunuz otağa, narahatsınız, dərhal orada su içməyə icazə istəyin. Yəni bunu hər yerdə etmək olar, bu normaldır, normal qarşılanır. Məktəbin əmlakına və şəxsi əşyalara münasibət. Bir də ki, məktəbə gətirilməsi qadağan edilən əşyalar ki var, bu haqdadır. İkisini deyin zəhmət olmasa, əl qaldıraq. Nərgiz Əliyeva, buyurun müəlliməm. Salam, axşamınız xeyir. Demək, şagirdlər məktəbin əmlakına və şəxsi əşyalarına münasibətdə məktəbin əmlakı qorunmalı, digər şəxslərin əşyalarına icazəsiz istifadə edilməməlidir. Sinif otaqları, şəxsi dolablar, oyun meydançaları və digər tədrisə aid digər yerlər səliqəli saxlanmalı. Tullantılar zibil qutularına daim atılmalıdır. Sinif və tədris həyata keçirilən yerlər digər dərslər üçün hər zaman təmiz buraxılmalı, təmiz vəziyyətdə qorunmalıdır. Məktəbin əgər əmlakına, başqa şəxslərin şəxsi əşyalarına vurulan maddi ziyanlar valideynlər tərəfindən ödənilir. Yəni bunu mütləq valideynlər bunun əvəzini ödəməlidir. Şagirdlər məktəbə gətirə bilməzlər. Zinət əşyaları, qəlyan, elektron siqaretlər, sonra başqa Tütün məmulatları,
Bəli, tütün içkiləri. məmulatlı, spirtli içkilər, energetik içkilər, psixotrop dərmanlar, bunlar məktəbə gətirilməməlidir. Belə bir sual verim müəllimə mən sizə. Bəli, Misal üçün bir çox sinif rəhbərləri, müəllimlər tərəfindən adətən mən rast gəlirəm belə bir hallara ki, deyirlər ki, müəllimə, bax sentyabrın 15-nə biz artıq sinifləri qaydaya salırıq. Sınıq stol, parta heç nə olmur və bu formada həmin sinifi şagirdlərə təhvil veririk. Düzdür? Və bəli. sonra gəlirlər sinif rəhbərləri, deyirlər ki, Zülfiyə müəllimə, bəs bu sinifi biz bu formada təhvil veririk. Baxırsan ki, şkaf sınır, baxırsan ki, stol sındırırlar, stul sındırırlar. Belə bir halda bunun qarşısını necə alardınız? Bax, məktəb rəhbəri olaraq Nərgiz müəllimə. İndi bizim situasiya dərslərimiz olacaq. Biz onları həmin dərslərdə də danışacağıq. Bu arada da yadıma düşdükcə nəyisə uyğun olan bir temada deyəcəm onu. Birinci məktəb rəhbəri olaraq bu şagirdlərlə mən şəxsən öz fikrimi deyim, görüş təyin eləyərdim və bu şagirdlərə məktəb qaydalarını özüm bilavasitə direktor olaraq bir daha bildirərdim, nəzərlərinə çatdırardım, onlara xəbərdar edici bəzi təlimatlar verərdim və bu hal bir daha təkrarlanarsa, bu zaman artıq valideynlərlə əlaqəyə girib valideynləri məlumatlandırardım bu haqqda və valideynlərin bununla bağlı ölçü götürməsini tələb eləyərdim. Əgər hansısa şagird məktəb əmlakına bilərəkdən zərər vurursa və yaxud da kiminsə şəxsi əşyasına icazəsiz toxunursa, ona zərər gətirirsə, bilavasitə bunu valideynlə əlaqə qurub bunu bir ölçü götürməsini tələb edərdim. Gözəl, çox gözəl. Nərgiz müəllimə. Bir də ki, misal üçün gəlirəm sinifdə görürəm ki, şkafın qapısını sındırıblar. Hər gün, hər səhər sizinlə indi biz məktəb daxili nəzarəti danışacağıq və buna Bəli. uyğun olaraq mən yoxlayıram sinif otaqlarını, baxıram, deyək ki, davamiyyət necədir, müəllim yerindədirmi və s. Və həmin anda görürəm ki, sinifin bir şkafın qapısı deyək ki, sınıqdır, qırılıb. Bu arada şagirdlərə sual veririk də adətən. Deyirlər ki, bilmirik kim edib. Yəni şagirdlər bir-birini ələ vermirlər də hardasa. Orada da kamera yoxdur axı sinif otağında. Belə bir halda nə edərdiniz? Misal üçün mən necə edirəm? Mən deyim, sonra siz deyin birinci. Mən belə bir halda təbii ki, şagirdlər bir-birinin kim etdiyini deməyəcək və mən bunu bilmək üçün belə bir şey edərdim ki, yəni şagirdlərə tərbiyə edici mövzulardan danışardım. Bunların düzgün olmadığını onlara izah eləyərdim. Bir-birlərini ələ verməməklərini də hardasa orada yaxşı qiymətləndirərdim ki, şagird digər öz yoldaşını satmır. Bunu yəni pis olaraq bildirməzdim. Sadəcə bu yöndə tərbiyə edici söhbətlər etməyə çalışardım ki, şagirdlərə bir daha bu hadisənin təkrarlanmamasına sövq edim. Bəli, təkrarlansa, Təkrarlansa mütləq ki, bir ölçü götürərdim, yenə deyirəm, söhbət gizli bir valideynlə sorğu əlaqə. təşkil etmək olar, düzdür? Gizli sorğu, Bəli, anonim bir sorğu təşkil etmək. bəli, bəli. Aha. Görək ki, kimdir bunu edən bilək. Və yaxud da ki, mən necə edirəm? Görürəm ki, bir dəfə qapısını qırdılar, şkafı sındırdılar, hər hansısa bir hal. Özümüz təmir edirik. Amma hər dəfə axı biz bununla bağlı müraciət edək, gəlsinlər bizə təmir etsinlər məktəbin əmlakını, deyək ki, əşyalarını və s. Bu da çətin bir problemdir. Ona görə mən deyirəm ki, bax, sinifdə əgər şagirdin adını qeyd etməyəcəksinizsə, deməli, sizin valideynləriniz gəlib bir yerdə onu gəlib sinifdə təmir etsinlər. Yəni, o formada onları öyrətmək lazımdır ki, artıq məktəbin əşyalarına zərər vurmasınlar. Ona görə də bu problemlər olmur. Amma məndən öncə mənim yadımdadır ki, orada bir otaq var, arxiv otağı. Orada kifayət qədər sınıq stol, partalar. Bunları düzəltməyiblər ümumiyyətlə. Amma mən gəldiyim dövrdən biz hər hansısa bir sınıq stuldur, onu kənara atmırıq. Biz onu düzəltdiririk mütləq və yaxud kim sındırıbsa, həmin şəxsin valideyni tərəfindən düzəltdirilir. Belə. Gəldik etik davranışa. Etik davranış haqqında kim danışmaq istəyir? Buyurun. Əl qaldırın, zəhmət olmasa. Şəfa müəllim, cavablandırırsınız? Şəfa müəllim, məni eşidirsiniz? Deyəsən müəllim məni eşitmir. Sara müəllimə, buyurun siz. Salam Zülfiyə xanım, axşamınız xeyir.
xeyir olsun. Etik davranış qaydalarında nəyi qeyd edə bilərik? Burada Azərbaycan Respublikasının dövlətçiliyidir, milli dəyərlərdir, dövlət rəmzlərinə hörmət aşılanmalıdır. Daha sonra bu müəllimlərin də vəzifələrində var, həmçinin şagirdlərdə də məktəbin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmək lazımdır. Daha sonra məktəb daxili qiymətləndirmə qaydalarına əməl olunmalıdır. Sonra akademik nəticələrə saxtalaşdırılması və yaxud da ki, pul, hədiyyənin təklif edilməsi, daha sonra summativ qiymətləndirmə zamanı köçürmələrin olması, bundan başqa dini təbliğatların aparılması, sonra bullying hallarına yol verilməsi, Bəli. belə. Tamam, kifayət. Bullyingin də bir neçə növü var. Kiberbullyingdir, sosial bullyingdir, verbal bullyingdir. Sözlə var. Ən çox yayılan da verbal bullyingdir. Verbal da var, kiberbullying, kiberqısqanma deyirik də, hansı ki, Sosial bullying var. şəkillər yayırlar, paylaşırlar Evet. və s. Təbii ki, bu etik deyil və qaydalara ziddir. Aha, dedik ki, qayda pozuntunun 4 səviyyəsi var. Birinci səviyyədən gəlin danışaq. Kim cavablandırmaq istəyir? Buyurun, əl qaldırın, zəhmət olmasa. Yoldaşlar, hər kəs aktiv olsun. Aktiv olmasanız əl qaldırın və yoldaşlara bir-bir müraciət edəcəm. Könül müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Xeyir olsun. Deməli, birinci səviyyə yüngül səviyyəli pozulmalardır. Burada məsələn, məktəb binasının daxilində qaçmaq olmaz. Üzürsüz səbəbdən dərsə gecikmək olmaz. Ondan sonra geyim forması, başqa bir geyimdə məktəbə gəlmək olmaz. Dərslərdə səs-küy yaratmaq, dərsi pozmaq olmaz. Ondan sonra məsələn, məktəbdən çöldə gedib qidalanmaq olmaz. Bunlar hamısı pozulmanın birinci səbəbləridir. Daha doğrusu birinci səviyyəsidir. Sonra müəllimin icazəsi olmadan sinifdən çıxsın, məktəbi tərk eləsin. Belə bir hal olmamalıdır. Sonra şagird yoldaşlarına qarşı nəzakətsiz davranmaqdır. Bu kimi hallar, məsələn, məktəbə ağıllı telefondur, elə bir digər aksesuarlardır, məsələn, saatdır. Bunlar ağıllı saat gətirmək olmaz. Bunlar deməli yüngül səviyyəli pozulmalardır. Adi telefonlar gətirə bilərlərmi? Knopoçni. Bəli, adi telefon valideynlə əlaqə saxlamaq üçün gətirmək olar. O da ondakı səs yazmaqdır, şəkil çəkmək kimi funksiyası olmamalıdır. Sadəcə olaraq onu da dərs zamanı istifadə olmamalıdır, səssizə alıb çantaya qoyulmalıdır. Bəli. Ümumiyyətlə, sinif rəhbəri, deyək ki, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri gəlib şagirdin çantasını yoxlaya bilərmi? Könül müəllimə. Bəli, yoxlaya bilər. Bu harda qeyd olunub? Özdə tez-tez. Harda qeyd olunub? Bəli. Biz bunu keçmişdik sizinlə, yoxsa necə? Keçmişdik, bəli. Mən eşitmişəm, siz demişdiniz, qeyd eləmişdiniz ki, tez-tez yoxlamaq lazımdır. Bəli, onu mən ona görə soruşdum ki, görüm yadınızda qalıbmı? Bugün öyrəndim. Ya dediniz tez-tez yoxlamaq lazım. Həftədə 2 dəfə, hətta 3 dəfə dediniz yoxlamaq olar. Bəli, harda qeyd olunub bu? Bax, bunu soruşurlar. Uşaq bir də görsən, bax, mənim yadımdadır, o gün bir şagird gəlib yanıma deyir ki, direktor, sizə sözüm var. Olar. Deyir, bizim sumkalarımızı, çantalarımızı yoxlayırlar. Bu nəyə əsasən yoxlanılır? Şagird mənə deyir. Harda yazılır? Sual verir mənə. Biz də rəhbər olaraq bunun cavabını bilməliyik. Harda qeyd olunub? Çünki onlar narazıçılıq edirlər də. Siqaret gətirirlər məktəbə, hər hansı telefon, əşya, nə bilim, qadağan olmuş. Bu etik davranış qaydalarında da mən Baxın, intizam qaydası. Səma müəllimə onu demək istəyir. Keçən dərsdə keçmişdim onu mən sizə hətta. Müəllimə, o intizam komissiyası yaradılır. Orada onların da adları vardı. İntizam komissiyasına daxildirlər də o psixoloq, uşaq birliyi rəhbəri. Ona qeyd olunub ki, çantanı yoxlanmalı. Çantası yoxlanılmalıdır. Mövlam müəllim deyəsən cavablandırmaq istəyirdi bunu. Buyurun müəllim. Mən də eyni şey deyəcəkdim ki, bu hadisə biz bununla bağlı bir koordinator təyin edirdik, müzakirə edirdik, məsul şəxs seçilir və intizam komissiyası yaradılırdı. Yəqin ki, düşündüm ki, o intizam qaydalarında bu öz əksini tapıb, amma xatırlayıram ki,
o çantaların yoxlanması ilə bağlı əvvəl bilgi vermişdiniz. İndi hal-hazırda mən də onu düşünürəm. Bəli, bəli. Gəlin mən onda sizə onu Müəllimə yazdım. əmr verilir ona görə əsasən. Əmrdə. Əmri də nəyəsə əsasən vermişəm, düzdür? Xüsusi hallar zamanı görülməli işlər barədə sənəd təhlükəsizlik adında PDF vermişəm sizə. 3 aprel 2024 Mütla tərəfindən göndərilən. Yadınızdadır? Biz orada dedik ki, həm çantalara baxış keçirilməsi, həm təhlükəsizliyə əməl olunması, qapı pəncərələrin işlək vəziyyətdə olması dedik. Sonra nələr var idi? Növbətçiliyin təyin olunması, şagirdlərin yola salınması, qarşılanması. Bu məsələləri biz danışmışdıq. Deməli, həmin sənədi unutmusunuz yoldaşlar. Belə olmaz. Siz müsahibəyə gedənə kimi bir çox şey unudacaqsınız, belə görürəm. Ona görə dərsdən sonra bir vaxt edib mütləq həmin o sənəd təhlükəsizliyi gözdən keçirirsiniz. Siz heç baxmamısınız ona, düzdür? Gəlin düzünü deyək. Baxmışıq ya yox. Kim baxıbsa like qeyd etsin. Görürsünüz? Baxmaq lazımdır. O sənəd təhlükəsizliyi mütləq oxuyun. Xüsusi hallar zamanı mən sizə niyə keçdim onu? Çünki onunla bağlı suallar verilir. Məktəbdə növbətçiliyin təyin olunması, deyək ki, ona ciddi riayət olunması, həmən məsələ də orada qeyd olunub. Zaten növbətçilər, biz bilirik ki, müəllimin həm əmək funksiyasına daxildir bu, o növbətçilikdir, şagirdə deyək ki, şagirdlərin davranışına nəzarət və s. Amma bu sırf ayrıca xüsusi hallar zamanı görülən işlər barədə. Deməli, əmr var, təhlükəsizlik. Onu unutmayın, onu mütləq yaxşı yadda saxlayın. Aha, İkinci səviyyə. Bu dedik ki, orta səviyyəli pozuntular hesab olunur. Bunlar hansılardır? Deyin, zəhmət olmasam. Kim deyər? Əl qaldırın. Digər yoldaşlar, zəhmət olmasa aktiv olun. Bu sual-cavab sizin üçün təşkil olunur. Bunları zaten hamısını mən əzbərə bilirəm. Sizə görə bunu edirəm. Buyurun, Rəvanə müəllimə. Salam, axşamınız xeyir olsun bir daha. Müəllimə, burada ikinci səviyyə, yəni orta səviyyə pozuntulara daxildir yalan danışmaq, həqiqəti gizlətmək, sonra ekskursiyalar zamanı oradan səs-küy salmaq, nizam-intizam qaydalarını pozmaq, sonra qumar oyunlarında iştirak eləmək, əşyaların dəyişdirilməsi, alqı-satqı. Bir dənə o alqı-satqını tam olaraq başa düşmədim müəllimə, onu mənə deyə bilərsiniz. Bilirsiniz nə ola bilər? Uşaq evdə özü Yəni məktəbdə bir şey hazırlayır, onu gətirib məktəbdə satır. Hə, tamam. Aha, başa düşdüm. Özünün bir hazırladığı və yaxud nəyəsə satır. Evdə olan bir şey, hər hansı bir əşyasını məktəbdə başqasına satmaq kimi. Aha, tamam. Aha. Sonra təhlükəsizlik qaydalarını pozmaq, pəncərədən sallanmaq kimi, sürüşmək, nə bilim idman zalıdır, kompüter otaqlarındakı o ki qaydalar qoyulur, o qaydaları pozmaq, dərslərdə tədbirlərdən yayınmaq, dərsdən tədbirlərdən yayınmaq, sinif yoldaşları ilə etik qaydalara uyğun olmayan sözlər, ifadələr işlətmək, onları kiber qısnamaya məruz qoymaq. Sonra nə var? Hə, ev tapşırıqlarını, sinif tapşırıqlarını başqa yerlərdən, başqa mənbələrdən köçürməyə icazə köçürtmək, bir də köçürtməyə şərait yaratmaq, bir də məktəb daxili qiymətləndirmələri qaydalarını pozmaq. Tamam, təşəkkür edirəm. Deyin, zəhmət olmasa, üçüncü səviyyə üzrə qayda pozuntular hansılardır deyin. Bunlar, belə deyək də, ağır səviyyəli pozulmalar hesab olunur. Bunlar haqqında kim danışacaq? Əl qaldırın, zəhmət olmasa. Gözləyirəm. Yoldaşlar. Aha. Şəfa müəllim, buyurun. Müəllimə, axşamınız xeyir, necəsiz? Xeyir olsun, sağ olun, mənim yaxşı olun. Mən bilmədim, roldaydım ona görə, biraz məktəbdən gec çıxdım. Bəli, eyb yoxdur mənim. İndi mən nə sual deyirsə cavablandırmağa hazıram. Üçüncü səviyyə. Üçüncü səviyyə dediniz. Bəli. Hə. Belə deyə bilərik də, məktəbdən yayınmaqdır. Ən çox da üzürsüz səbəbdən məktəb rəhbərinə məlumat vermədən yayınmaqdır. Sonra məktəb üzrə məsələn də qadağan olunmuş ərazilərdə olmaqdır. Bizdə məsələn məktəbin böyründə transformator var, onun yanında durmaqdır. Sonra əvvəl törətdiyi hərəkət bilirsiniz, siqnalizasiya var. Necə? Məktəblərdə siqnalizasiya. Yanğın zamanı qaz siqnalizasiyası, yanğın zamanı qaz o tipli yəni otaqların yanında olmamaq.
Bəli, həmin siqnalizasiyanı xoda salan uşaqlar olurmu? Özləri gedirlər, yandırırlar, knopkaya basırlar, otağa daxil olub siqnalizasiya baş verir. Elə heç bir hadisə olmur. Bəli, bu da dedik ki, Ağırdır. səviyyədə ağırdır. Sonra Sonra qeyri-etik davranışlardır, başqa öz yoldaşlarına qarşı, öz sonra müəllimlərə qarşı hörmətsizlik etməkdir. Sonra oğurluq eləməkdir, yoldaşlarının və yaxud da öz məktəbin əmlakını və ya sinif yoldaşlarının çantasını nəsə oğurlamaqdır, bu tipli. Sonra əsasən siqaret çəkməkləridir, tütün və qəlyanlardan istifadə etməkdir, məktəbə gətirməkdir. Sonra məktəbdə yanğın söndürən balonlarımız var, düzdür? Bəli. O da gəlib başımıza. Onlardan istifadə etməkdir icazəsiz şəkildə. Təbii ki. Başqa? Siyasi, dini, ideoloji simvollardan istifadə etməkdir. Yadında qalan bundan sonra. Tamam, kifayətdir bu qədər. Zaten biz bu, belə deyək də, həm kartlar barədə... Bu hallar... Orada deyəcəksiniz zaten yenə. Bu hallar başımıza çox gəlir. Bu halda elə biləm situasiya tipli suallar verəcəklər bizə. Təbii ki, Elə situasiya tipli suallar var. Müəllim, belə situasiya tipli suallarım da var. Onları ayrıca yazmışam da, onları da təqdim edəcəm sizə. Narahat olmayın. Və burada da indi bugünkü dərsdə də situasiya sualları təqdim edəcəm. Bir də 4-cü səviyyə. Bu haqda kim danışmaq istəyir? Buyurun. Nərgiz müəllimə, buyurun siz. Deməli, 4-cü səviyyə ən ağır səviyyədir. Çox ağır səviyyəli pozuntular bura daxildir. Azərbaycan ən birinci Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə, dövlət rəmzlərinə hörmətsizlik etmək, təhlükəsizlik qaydalarını ciddi xəsarət və ölümə səbəb ola biləcək tərzdə pozmaq, ekskursiya zamanı nəqliyyatın təhlükəsizliyini riskə atmaq, başqalarının və məktəbin əmlakına qəsdən zərər vurmaq, akademik nəticələri saxtalaşdırmaq, habelə bu məqsədlə hər hansı bir hədiyyə, pul və yaxud da müəyyən bir şeylər təklif etmək, nəticələri dəyişmək üçün. Daha sonra məktəbdə qəti şəkildə qadağan edilmiş əşyaları, deşici alətləri, silah alətlərini, psixotrop dərmanları, narkotik vasitələr, tütün, spirtli içkilər, energetik içkilər məktəbə daxil etmək və onlardan istifadə etmək, digər şagirdləri intihara sövq edəcək qısnamaya səbəb hərəkətlər etmək, verbal, fiziki, sosial, psixoloji qısnamaya səbəb hərəkətlər etmək ən ağır səviyyəli müddəalardır. Biz yuxarıda qısnamalar haqqında da danışdıq, amma burada deyir intihara sövq edən. Yəni Bəli, intihara sövq edəcək. Elə bir vəziyyətə salır ki, şagirdi artıq o özünü atmaq istəyir, özünü öldürmək istəyir, Bəli. intihar etmək istəyir. Bəli. Aha, indi biz sizinlə 4 səviyyə haqqında danışdıq. İndi bu 4 səviyyə üzrə biz bilirik ki, korreksiya edici tədbirlər həyata keçirilir, amma əvvəllər bizdə şagird davranış qaydalarına uyğun olaraq deməli, ayrıca özünün refleksiya otağı var idi, yadınızdadırsa. Həmin otaqda şagird otururdu, ona özünün refleksiya vərəqi təqdim olunurdu, şagird davranış qaydaları təqdim olunurdu ki, oxusun 15 dəqiqə, yarım saat ərzində həmin otaqda, deyək ki, həmin şagirdin özünün refleksiyası həyata keçirilirdi. Artıq bu prosedurlar həyata keçirilmir, bilirsiniz. İndi həm kartlar verilir, həm də ki, qayda pozuntusunun səviyyəsinə uyğun olaraq izah verilir. Yuxarı bu inspeksiya ki var, yetkinlik yaşına çatmalarla iş şöbəsinə müraciət olunma və sair valideynə bildiriş məktubu, bu prosedurlar həyata keçirilir. Gəlin bu haqda biraz danışaq. Korreksiya edici tədbirlər deyildikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, biz bilirik ki, bu intizam qaydaları ilə əlaqədar olaraq intizam komissiyası yaradılır. Bu intizam komissiyasının əmrini mən təqdim etmişdim həmin videoda, yoldaşlar. Görmüsünüz həmin əmri? Yoxsa yox? Orada deyirsiniz ki, göndəriləcəkdir. Aha. Belə bir cümlə deyirsiniz ki, göndəriləcəkdir. Mən dedim, bizə də deyəsən hansısa bir... Bəli, təbii ki göndərəcəm. Həm sizə intizam komissiyasının əmrini, həm də intizam koordinatoru var bizdə. Əvvəlcədən də elə o koordinator var. Düzdür, burada koordinatorla bağlı heç nə yoxdur, amma yenə də bu il üçün də həmin koordinatoru
biz təyin etmişik. Niyə? Çünki o koordinator olanda o məsul şəxs olur da ayrıca. Düzdür, burada əmr verilir, orada komissiya yaradılır, orada məsul şəxslər. Bir nəfər olanda artıq həmin bir nəfər hər bir işə bu sənədləşmə proseduru və s. ona özü nəzarət edir. Buyurun, intizam komissiyası haqqında elə Nailə müəllimə, siz danışın, zəhmət olmasa. Mən bir sual da verəcəydim bu haqda. Bəli. Amma elə korreksiya edici tədbirlər üçün məktəbdə bir komissiya yaradılır və o komissiyanın üzvləri 5-7 nəfərdən ibarət olan bir komissiya olur ki, bu məktəbin psixoloqu da, sinif rəhbəridir, müəllimlərdən təşkil oluna bilər və içində də bir valideyn komitəsinin üzvlərindən biri olmalıdır. Şagirdlər üçün sarı və qırmızı kartlar verilir və bunu valideyninə xəbərdar olunur, xəbər verilir bu haqda və insan komissiyası aşağıdakı bu hallarda çağırılır. İnsan pozulması baş verdikdə və valideyn övladına bu korreksiya edici tədbirlər haqqında qərara etiraz etdikdə. Mənim sualım bundan ibarətdir ki, bu tədbir, korreksiya edici tədbirin içində yəqin ki, bu da olar. O uşağı, bunun səbəbi, yəni burada çox geniş verilməyib bəlkə, hər hansısa bir şagird davranış pozuntusu edibsə, bunun səbəbi araşdırılmalıdır. O səbəbi o arzu olunan davranışa çevirmək üçün hər hansısa bir addımlar atılmalıdır ki, burada təbii ki, psixoloq da, sinif rəhbəri də söhbət edə bilər, müəllimlər də söhbət edə bilər. Bu yəqin ki, qısa keçid nə edilməsinin qısa keçidi yaradılıbdır. Amma onlar haqqında belə bir məlumat yoxdur ki, korreksiya edici tədbir deyəndə hansı tədbir görünür? Ancaq elə kart verildi, bu bitdi mi? Valideynə deyildi, bitdi mi? Kartla bitmir axı, orada bir nömrəli əlavə var. Baxmısınız, aşağıda qeyd olunub həmin o sənəddə. Bir nömrəli əlavə var, bəli. O əlavədə axı qeyd olunur. Misal üçün, deyək ki, şagirdin hər hansısa bir verbal, qeyri-verbal qaydada, deyək ki, ünsiyyəti var, səs tonunu belə deyək də, daha doğrusu qeyri-verbal və verbal qaydada səs tonunu qaldırmadan ona izah olunmalıdır. Fikrimi çatdıra bilmədim sizə. İzah olunmalıdır ki, deyilməlidir ki, bax, misal üçün, dərsə gecikmək olmalı. Həmin o bir nömrəli tədbirlərin içində var da, korreksiya edici tədbirlər var ki, orada nə etmək lazımdır? Mən orada bir nömrəli o əlavəni görməmişdim. Bəli, tamam. orada bir nömrə aşağıda, elə bir ki, əməli boşluq yaranır. Ondan sonra aşağıda bir nömrəli əlavə var. Baxın, orada kartların verilməsi qeyd olunub. Bəli. Bu davranışı düzəltmək üçün tamam, o tədbirlər lazımdır. Gördüm müəllimə. Gördünüz, hə. Bir nömrəli əlavə buymuş. Bəli, əlavə odur. Orada yazılıb ki, hansı işlər görülməlidir, valideyninə izah olunur, özünə izah olunur, valideyninə zəng vurulur. Hamısı orada qeyd olunub. Sadəcə əvvəllər dediyim kimi, o özünün refleksiya otağı vardı, vərəq verilirdi. Mən niyə bunu etdim, mən peşmanam bunu etməyimə görə yoxsa yox. Gələcək üçün bu kimi tədbirlərin, deyək ki, bu kimi qayda pozuntuların etməmək üçün hansı kimi, nə kimi addımlar atılmalıdır və s. belə bir cümlələr yazılan vərəq var idi. İstəsəniz o köhnə qaydaların vərəqlərini də əlavələrini göndərərəm, maraq üçün baxarsınız. Amma indi bunlar yoxdur. Sadəcə səs tonunu qaldırmadan normal bir şəraitdə şagirdə izah olunur, hər hansısa bir proses həyata keçirilibsə, hər hansısa qayda pozuntusu varsa və təbii ki, ona uyğun olaraq da həmin o əlavədə qeyd olunan qaydada, indi bu haqda biz sizinlə danışacağıq, əlavədə qeyd olunan qaydada vacib olarsa, orada zərurət yaranarsa biz ona sarı kart və yaxud qırmızı kart, birinci sarı, sonra qırmızı və s. bunları təqdim edirik. Əgər zərurət yaranarsa valideynə bildiriş məktubu göndərik, belə. Siz sadəcə onu görməmişsiniz, elə Nailə müəllimə? Yox, əlavəyə diqqət yetirməmişdim. Bir də Zülfiyə xanım, mən bu fikrimcə, bu insan qaydaları ki var, bunların hamısı tədris ilinin başlanğıcında bütün məktəbin valideynləri ilə bir iclas keçirib. Bunlar bir onlara izah olunmalıdır. Çünki onlar bu haqda maarifləndirdikdə, onlar məlumatlı olduqda, zaten övladlarının hansısa bir hərəkətində nə baş verəcəyini anlayırlar. Yəni bir şuurlu söyləyəndə, onlar dəstək də olur məktəbə. Artıq orada var ya ki, valideyn etiraz etdikdə, o bilir ki, zaten bu hal baş verdikdə mənə qırmızı kart və yaxud da ki, sarı kart gələcək evimə. Və o bilinçli olur, dəstək olur. Məktəb müəllim, valideyn məktəb münasibətlərində bir istilik yaranır.
onlar arasındakı bir o doğmalıq artıq uşağın da o hərəkəti etməməyinə səbəb olar. Bəli, Nailə müəllimə. Deməli, mən bunu etmişəm. Necə? PowerPoint-da prezentasiya hazırladım, bir slayd hazırladım. Valideynləri, ümumi bütün məktəb üzrə valideynləri dəvət etdim. Həmin valideynlərə mən bu əvvəl şagird davranış qaydaları, düzdür, bu intisam qaydaları bizə oktyabr-noyabr ayında göndərildi. Ondan sonra biraz işlərimiz, biraz baş qarışıqlıq çox oldu. Bunu edə bilməmişəm. Amma şagird davranış qaydalarını sırf ayrıca PowerPoint prezentasiyam var ki, mən onu valideynləri dəvət edərək onlara təqdim etdim, izah etdim, qayda pozuntunun səviyyələri və s. Yəni xırdalıqlarla, detallarla izah verilməlidir. Nailə müəllimə düz deyir. Bax, bunu mütləq müsahibədə də deyim ki, valideynlərə ilk öncə valideyn iclası keçirərdim. PowerPoint prezentasiya hazırlayaraq bu intizam qaydalarını ilk öncə ümumi valideyn iclasında valideynlərə detallarla izah edərdim və ki, valideynlərin də məlumatı olsun. Birdən də əlavə deyim burada, mən bunu oxuduqda o ağlımda artıq o simulyasiya etdim ki, misal üçün mən bir animasiya hazırlayardım. Bir iclas, bir valideynlər üçün keçirərdim, birində şagirdlər üçün keçirərdim. O animasiyanı şagirdlərə verərdim. Necə? Arzu olunan və arzu olunmaz davranışların nə ilə nəticələnəcəyini göstərərdim orada. Misal üçün buradakı arzu olunmaz davranışlar üçün şagird hansı o formaya düşər, yekunda nə baş verə bilər, arzu olunanlar olsa, onun həyat tərzi necə ola bilər, gələcəkdə onu nə gözləyir. Belə bir qısa animasiyalarla göstərərdim və bunları da bircə-bircə həm valideynlər, həm uşaqlar üçün də detallı açıqlayardım. Çox gözəl, Nailə müəllimə. Siz zaten sizin belə bir layihələriniz var. Düşünürəm ki, bununla bağlı da bir layihə hazırlayacaqsınız. Əgər hazırlasanız, mənimlə bölüşsəniz sevinərəm. Olar, əlbəttə, məmnuniyyətlə. Bəli, müəllimə. Bunu edin. Allah qoysa, inşallah ki, direktor təyin olunan zaman o vaxtı bunu məktəbdə mütləq şagirdlərə yəni keçirərsiniz həmin bu ona zəng gəlirdi. Həmin bu iclası keçirərsiniz, şagirdlərə təqdim edərsiniz bu animasiyanı. Bu belə və müsahibədə bunu deyin. Belə kreativ fikirlər ağlınıza gələndə onları müsahibədə mütləq qeyd edin, yoldaşlar. Onu dəyərləndirirlər. Bir var ki, hər kəsin dediklərini deyirsiniz. Bir də var ki, özünüzün bir kreativ fikirləri yaranarsa əgər daha doğrusu, siz onu orada mütləq qeyd edin. Bu belə. İndi gələk, müəllimə artıq burada danışdı. Hansı ki, bizim deməli, korreksiya edici tədbirləri necə həyata keçirilir, bu haqda danışdı. İntizam komissiyasının yaradılmasını da dedi müəllimə. Qaldı burada rəğbətləndirmə tədbirləri. Rəğbətləndirmə tədbirləri haqqında kim danışmaq istəyir? Yəni, şagirdi necə rəğbətləndirərdiniz? Birinci yaxşısından başlayaq ki, sonra qırmızı, sarı kartlara keçid edək. Sara müəllimə, buyurun. Təbii ki, şagirdlər müsbət davranışlarına görə rəğbətləndirilməsi daha yaxşı nəticə ilə sonlanır. Ona görə biz şagirdləri rəğbətləndirən zaman 3 meyara əsas götürürük. Bir, akademik nailiyyətlərdir, sonra sosial məsuliyyətidir, bir də ki, onun intizam qaydalarıdır. Bunlar nəzərə alınır və şagirdlərə buna uyğun bir virtual kart təqdim olunur. Əgər demək, bu virtual kart tədris ilə yarım il ərzində 3 virtual kart hər yarım illərlə bunlar səhv eləmirəmsə elə yadımda qalıb, yarım illərə görə hesablanırdı. Əgər şagirdin 3 virtual yaşıl kartı varsa, deməli ona tərifnamə verilirdi. 5 virtual kartı olarsa təşəkkürnamə, 8 virtual kartı olduqda isə artıq fəxri fərman verilirdi. Bunun verilməsi də bəli. Deməli, gəlin bir dənə bunu zakreplение temı deyirik də, bir mövzunu, necə deyərlər, onun tərcüməsini necə deyim sizə, bir mövzunu ta ki şagirdlərə keçirsinizsə, onun üzərindən bir də keçəndə daha yaxşı yadda qalır. Dəqiqləşdirmək. Zakreplение temı deyirik də biz buna. Sara müəllimə, deməli, 3 yaşıl kart olanda nə təqdim olunur? Bəli. Bir də deyin. Tərifnamə. 5-i olanda təşəkkürnamə, 8 virtual kart olduqda isə artıq fəxri fərman verilir. Fəxri fərman verilir. Aha, bunu dəqiqləşdirdik. İndi o hansı meyarlara əsasən necə nə bunu deyirsiniz. Bir də bayaq Nailə müəllimə həmin sualı təqdim edəcəydim, unutdum, sizə deyim bir də onu. Siz deyin zəhmət olmasa, bu korreksiya edici tədbirlər hansı halda həyata keçirilir? Nailə müəllimə qeyd etdi, 2 halda
dedi onu. Sadəcə bunu istəyirəm ki, daha yaxşı yadda qalsın deyə bir də soruşum. Bu suallar verilir. Deyin. İntizam pozuntusu olduqda korreksiya edici tədbirlər görülür. Bir də ki, valideynin narazılığı olduqda, qəbul etmədikdə. Korreksiya edici tədbir yox. Mən fikrimi düz demədim, sualımı düz təqdim etmədim. Üzrlə hesab edin. Ümumiyyətlə intizam komissiyası yaradılır dedikdə, bu komissiya nə üçün yaradılır? Bax 5-7 nəfərdən ibarət mən sizə əmr göndərdim. Komissiya yaradırıq. Bu komissiyanın yaradılmasına məqsəd nədir? Nə üçün? Bax belə sual verilir müsahibədə. İntizam pozuntusuna yol vermiş şagirdlərlə bağlıdır da mənim o. Orada iki məsələ var. Konkret onu bilməlisiniz. Bir, qayda pozuntusunun səviyyəsini müəyyən etmək mümkün olmadıqda. Bəli, bəli. Sonra iki də valideynlər var da narazıçılıq edir. Mənim övladım ağıllıdır, mənim övladım bunu etməz. Gəlirlər də belə problemlərlə, düzdür? Valideyn deyir ki, övladı ilə bağlı verilmiş korreksiya edici tədbirdən narazıçılıq Qəbul edir. etmir. Bəli, narazıçılıq varsa, deməli, bu zaman bu komissiya çağırılır, komissiya təşkil olunur. Yəni 7 nəfəri biz dəvət edirik, həmin valideyn də orada olur və deyirik ki, bax, valideyn sizin övladınız bu kimi qayda pozuntusunu həyata keçirmişdir. Bu kimi deyək ki, təhlükəsizlik qaydanı pozmuşdur, nədirsə onu qeyd edirik və ona görə də ona bu korreksiya edici tədbir həyata keçirilmişdir, ona izah edilir bu komissiya tərəfindən. Bu bir. İkinci məsələdə dedik ki, bir də deyin. Bir də intizam pozuntusunun səviyyəsini müəyyən etmək. Bayaq səviyyələri saydı. Necə ola bilər ki, müəyyən edə bilmirik müəllimə? O hansı halda ola bilər? Hansı halda ola bilər? Aha, gəlin Nailə müəllimə bu sualı təqdim edim, yenə sizə geri dönüş edirəm Sara müəllimə. Nailə müəllimə, hansı halda korreksiya edici tədbiri müəyyən etmək mümkün olmur? Hansı hal ola bilər? Çox yaxın hallar mı olar? Müəyyən etmək olmadıqda. Bilirsiniz, o qədər qayda pozuntusu var ki, çox nadinc uşaqdır da, dərsdən də qaçır, təhlükəli. Müzakirəli məsələlər olsa. Çoxdur da, məsələ çoxdur da, həddindən artıq bunu hansı korreksiya edici tədbiri həyata keçirək? Deyək ki, həm dərsə gəlmir, həm məktəbdə gəlir siqaret çəkir, digər şagirdlərə, onlara deyək ki, verbal bullying deyək ki, bullyingi həyata keçirir və yaxud da hər hansısa da çoxdur da, qayda pozuntusu səviyyəsində. Hakim qərar verdikdə çox problemli bir dustaq olur ki, nə deyilir ona? O dustağa bir dil, biraz bu maddədən biraz götürür, biraz bu maddədən götürür, biraz o maddəni götürür, birləşdirir ki, yəqin ki, onu tənzimləmək üçün, o cür tənzimləmə işini həyata keçirmək üçün komissiyanı çağırmaq lazımdır ki, onlar daha detallı müəyyən eləsinlər. Bəli, bəli. Deməli, iki halda komissiyadayıq. Komissiyanı yaratdıq, əmrimiz var. Həmin komissiyanı hər gün yığmırıq da biz. Bir şagird dərsdən 5 dəfə tutaq ki, dərsə gecikdi. İndi ona sarı kart verilir də, düzdür? Ona görə komissiyanı yığmırıq ki, düzdür? Biz komissiyanı hansı halda çağırırıq? Bir valideyn haray həşirdən gəlir ki, deyir ki, yox, mənim övladım belə etməz, mənim övladıma bununla bağlı mənə məktub göndərmisiniz və s. gəlir. Belə bir halda biz komissiyanı çağırırıq, orada valideynə izah edirik. Bu bir. İkinci halda şagirdin o qədər çox qayda pozuntusu var ki, artıq biz qayda pozuntusunun səviyyəsini müəyyən edə bilmirik. Ona görə də komissiyanı çağırırıq və Nailə müəllimə demişkən, burada artıq qərar qəbul edirik ki, biraz bundan hansı orada kartı təqdim edək, hansı tədbir görək, uşaq inspeksiyasına məlumat verək, nə edək, bunu komissiya ilə müzakirə edirik. Yadda qaldı mı yoldaşlar? Bu sual verilir ha. Ona görə bunun üzərində çox durdum. Aha. Nərgiz müəllimə, buyurun, nəsə demək istəyirsiniz, sonra Sara müəlliməyə qayıdıram, çünki bizim məsələ var idi, yarımçıq qalmışdı. Bəli, çox üzr istəyirəm Zülfiyə xanım, sizə bir sual vermək istəyirəm. Əgər şagirdin qayda pozuntusu ən ağır səviyyədədirsə və artıq bu komissiya çağırılıb və tədbir görülməlidirsə, şagirdə hansı halda məktəbdən azad eləmək kimi bir əmr verilə bilər, yoxsa elə bir ixtiyarı yoxdurmu komissiyanın? Belə bir sual verilmişdi mənə, keçən qrupda da bu qrupda biraz sual vermişdiniz mənə. Yadınızdadır, təhsil qanununda da, ümumi təhsil qanununda da biz danışmışdıq ki, təhsil alanı hər hansısa təhsilin pilləsindən, səviyyəsindən
məhrum edilməsinə yol verilmir. Amma pedaqoji şura hüquqlarında var ki, pedaqoji şura haqqında əsasnaməni keçəcəyik biz sizinlə. Orada qeyd olunub ki, oğlan uşaqları ki var, çətin tərbiyə olunan, onların Adelli spesialni belə bir məktəblər var da. Hələ ki o məktəblər Bakıda bir məktəb var. Bilmirəm o məktəb bu tədris ilindən artıq fəaliyyət göstərməli idi. Həmin məktəb fəaliyyət göstərir ya yox. Yəni çətin tərbiyə olunan uşaqlar üçün təhsil müəssisəsi var. Elə bir şagirdləri o məktəbə göndərmək üçün məsələni müzakirə etmək kimi pedaqoji şuranın hüququ var. Amma biz şagirdi məktəbdən çıxaraq, məktəbdən digər məktəbə göndərək, belə bir hal ola bilməz Nərgiz müəllimə. Çünki kimsə mənə göndərmişdi ki, qaydalarda bu var deyə. Mən dedim ki, yox. Bax, intizam qaydalarında konkret qeyd olunub ki, bu tədbirlər görülür. Yəni, əli digər məktəbə getsə də bizim vətəndaşdır, Azərbaycan vətəndaşıdır, bizim övladımızdır, düzdür. Hara getsə də bizimdir. Ona görə Nərgiz müəllimə o şagirdə tərbiyə versə də, Sara müəllimə və yaxud Zülfiyə müəllimə heç nə dəyişmir. Ona görə ki, biz özümüz nə isə etməliyik. Aydındırmı Nərgiz müəllimə? Bəli, çox sağ olun Zülfiyə xanım, təşəkkür Belə edirəm. sual verilə bilər, çox gözəl bir sual idi. Sara müəllimə, siz danışırdınız, zəhmət olmasa davam edək sizinlə. Biz harda qalmışıq? Yada salaq. Mən rəğbətləndirmədən danışırıq müəllimə. Burada da həm də deyilir ki, əgər həmin şagird, yaşıl kart verdiyimiz şagird, əgər 3-cü, 4-cü dərəcəli səviyyəli pozuntulara yol verdikdə, onun yaşıl kartı ləğv olunur. Ləğv olunur, əlindən alınır müəllimə. Yox müəllimə, əlindən alınmır. Sadəcə ona o şəxsi işində onun o qeyd aparılmışdı da ki, ona fəxri fərman verilsin və yaxud yaşıl kart verilsin. Orada yazılır ki, altından, orada yazılmayıb o elə, sadəcə praktikaya uyğun deyirəm mən. Orada kart ləğv olunsun sözünü yazırsınız. Direktor da möhür vurur, imzalayır sinif rəhbəri. Aydındır. Həm də bu kartın verilməsi də həmin o intizam komissiyası tərəfindən qərara alınır, sonra o təsdiqlənir, qeydiyyata alınır. Bəli, bəli. Çünki axı ona fəxri fərman və yaxud təşəkkürnamə, təltifnamə və s. verilmişdi də, düzdür. Onun ləğv olunması üçün o komissiya özü qərar qəbul etməlidir. Bəli, Nailə müəllimə. Zülfiyə xanım, bu yaşıl kartların o uşağın fəaliyyətində, gələcək hər hansısa bir təhsilində nə kimi hüquqi qüvvəsi var? Heç bir hüquqi qüvvəsi yoxdur müəllimə. Sadəcə bu kartların verilməsi, şagirdlərin stimullaşdırılması məqsədi ilə həyata keçirilir. Və dedik ki, bu intizam qaydalarının tətbiq olunması məktəbdə nə üçündür ki, burada sağlam mənəvi psixoloji mühit yaransın, şagirdlərin davamiyyətidir, təhlükəsizlikdir. Yəni buna əməl etsinlər deyə. Başqa orada statına və yaxud hər hansısa bir... Amma hüquqi qüvvədən çıxsa məncə daha yaxşı olar. Çünki gələcəkdə işə götürənlər hər hansısa, onlar haqqında o cür məlumatlarla necə bir işçi ilə işləyəcəklərini müəyyən edə bilərlər. Zaten psixoloq o şagirdin şəxsi işində, sinif rəhbəri şəxsi işində axı qeydlər aparır. Nümunəvi şagirddir, belədir, dərsə davam edir, filandır. Onunla bağlı rəy yazılır. Bax, o rəydə də elə onun yazılması, qeyd olunması. Mövlam müəllim, bununla bağlı nəsə demək istəyirdiniz? Buyurun. Bəli, müəllimə, bir əlavə edeyim. Yəni bir məsələ mənə çox maraqlı qalır. Deməli, müəllimə, belə bir şey var ki, bu birinci səviyyəli pozuntular deyirik, eyni zamanda rəğbətləndirmə deyirik də. Yəni məsələn belə bir hal olur ki, gündəlik məsələn mən qarşıma çıxan bir şeydir, bəlkə də sizlərin də qarşına çıxır. Şagird olur ki, şagird nizam intisamlı qayda şagirddir. Yəni bu şagird olmağa həm intisamlıdır, həm sosial məsuliyyəti var, həm akademik bacarığı var. Yəni dərs boyunca, yəni davamlı olaraq dərs oxuyan şagirddir. Ancaq biz əvvəldən dedik, axı bu valideyn icrası keçirir, valideynləri də bu məsələyə yanaşdırmalıyıq. Yəni valideyn məsuliyyətsizlikdən bəzən şagird olur ki, nümunəvi şagird olsa belə oxuyan bir şagirddir. Ancaq bu dərsə gecikir və ya hər hansı geyim formasında, şəxsi gigiyenasında belə problemləri olur. Yəni o şagird nümunəvi şagird olmağa nizam intisamıdır. Ancaq bəzi yüngül səviyyəli bu pozuntudur da istər-istəməz biz bunu dana bilmərik. Bu pozuntudur. Sadəcə bu şagirddən asılı olan bir şey deyil. İndi belə bir hallarda, yəni bu şagird bəzən olur ki, məktəbdən icazəsiz keçsin, ya şəxsi gigiyenasında, yəni üst təmizliyində belə problemlər olsun, dərsə gecikməsi olsun. İndi bu şagirdə də humanist yanaşmaq lazımdır. Bu birinci dərəcəli yüngül səviyyəli pozuntudurmu, yoxsa burada humanistliyə keçməliyik? Bəli, müəllim,
təbii ki, burada bu yüngül səviyyə hesab olunur. Niyə? Çünki burada valideyn məsuliyyətsizliyi var. Valideyn dəvət olunmalıdır. Valideynlə söhbət aparılmalıdır. Bu komissiya bunun üçündür ki, yəni həmin valideynlə danışılsın, söhbət aparılsın. Şagird indi maksimum özünün akademik nailiyyətləridir, onun deyək ki, sosial məsuliyyətidir və s. Bunlar hamısı yerindədir. Amma burada valideynlə bağlı problem varsa, təbii ki, psixoloji xidmətin təşkili haqqında biz danışmışdıq, yadınızdadırsa. Həm psixoloqla söhbət aparıla bilər, psixoloqun onunla söhbət aparılması həyata keçirilə bilər. Həmin komissiyaya dəvət olunub, orada müzakirə oluna bilər. Belə, gələk digər məsələ, bizim vaxtımız az qalıb. Mən istəyirəm burada kartlarla bağlı danışaq. İndi gəlin deyək, zəhmət olmasa yoldaşlar. Dedik ki, 4 səviyyə var burada. Bu 4 səviyyəni bir-birindən necə ayırırsınız? Bax, hansı səviyyədə hansı kartlar mövcuddur? Bunu bir qruplaşdıraqmı ki, yadda qalsın? Kim deyər? Necə yadda saxlamısınız ki, hansı səviyyədə hansı kartlar verilir? Bunu necə, hansı qayda ilə yadda saxlamısınız? Bilmirsinizsə mən deyim. Baxın, birinci qayda pozuntusunda, deyin Sara müəllimə, gəlin sizi dinləyim, mən də əlavə edəcəm o zaman. Müəllimə, mən düşünürəm ki, birinci qayda pozuntusu yüngül hal olduğu üçün heç bir kartın verilməsinə ehtiyac yoxdur. İkinci... Bir nömrəli əlavə var orada. Əlavəyə baxmamısınız, orada nələr deyir? Orada baxın, mən deyim. Baxın, siz fikriniz qarışmasın. Bax, birinci qayda pozuntusunda sarı kartdır. Ancaq sarı kartdır. Yadda saxlayın. İkinci, üçüncüdə həm sarı var, həm qırmızı var. Dördüncü ən ağır səviyyədir. Ona görə orada ancaq qırmızı kart var. Yadda saxladıq mı? Birinci səviyyədə ancaq sarı var, qırmızı yoxdur ümumiyyətlə. İkinci, üçüncüdə birinci sarı verilir, gördük ki, artıq ağır bir səviyyə var, təkrarlanma var və yaxud birbaşa, misal üçün, şagird təhlükəsizlik qaydalarını pozur və yaxud məktəbə siqaret gətirir və s. Gətirir məktəbə siqaret çəkir və s. Ona birbaşa qırmızı kart verilir. İkinci, üçüncü səviyyədə həm qırmızı, həm sarı, həm qırmızı var. Dördüncü səviyyədə sarı yoxdur ümumiyyətlə, çünki ən ağırdır. Birbaşa qırmızı kart verilir. Bunu da yadda saxladıq. Əla. O zaman gəlin elə bu səviyyələr haqqında biraz danışaq, çünki bir 5-10 dəqiqəyə yekunlaşdırmalıyım, 9-da sizinlə yenə dərsim var. Əl qaldırın, zəhmət olmasa, sarı kartın verilməsi birinci səviyyəyə uyğun. Bu proses necə həyata keçirilir ümumiyyətlə? Biz bilirik ki, bu sarı kartlar var. Bu kartları mən sizə göndərmişdim. Düzdür, yoldaşlar? Görmüsünüz kartları? Bu kartlar, bunu qeyd edim mən. Bunlar virtual kartlardır. Virtual, yəni onlayn göndərilir. Şagirdin əlinə də təqdim etmək olar. Amma əsasən biz daha bilirik ki, belə deyək də, hər bir prosesi elektron qaydada həyata keçiririk. Ona görə də bizim WhatsApp qruplarımız var. Valideynlərlə biz WhatsAppla danışırıq və WhatsAppla bu kartlar göndərilir. Aydındırmı? Ya da ki, istəsəniz... Mən elə bilmirdim, mənim elektron jurnala əlavə olunur harası. Elektron jurnalda səhv etmirəmsə belə bir yer yoxdur. Varmı? Burada Bakı şəhəri üzrə müəllimlərimiz varmı? Hansı ki, elektron jurnalla siz işləyirsiniz. Bizdə regionlarda yoxdur hələ ki. Yazırıq. Bəli. Var müəllimə. Belə bir bölmə varmı jurnalda elektron? Xeyr. Yoxdur müəllimə, elə bir bölmə yoxdur. Məncə də olmamalıdır. Çünki jurnal Uşaq haqqında yazırıq müəllimə. Orada yazırıq uşağın hər şey davranışı falan orada var. Bəli. Orada həmin kartı qeyd edə bilərsiniz. Amma jurnalda demir də müəllimə. Burada isə deyir ki, şəxsi işində yazılır. Gəlin bunu biraz müzakirə edək, vaxt itirməyək. Kartları görmüsünüz. Həmin kartları özünüzdə saxlayın, özünüz üçün istifadə etmək üçün. Sonra orada məktəbin adını və s. öz məktəbinizə uyğunlaşdıra bilərsiniz. Nərgiz müəllimə, buyurun. Birinci qayda pozuntusunun səviyyəsinə uyğun olaraq bu kartlar necə təqdim olunur, proses necə həyata keçirilir? Demək, birinci qayda pozuntusu ən yüngül qayda pozuntusudur və buna qarşılıq olaraq şagirdə sarı kart verilir. Sarı kart, virtual sarı kartda şagirdin verilmə tarixi, şagirdin adı, soyadı, sinifi və verilmə səbəbi yazılır. Daha sonra qeyd olunur ki, şagirdə xəbərdarlıq məqsədilə qeyd olunur ki, davranışında misal üçün məsuliyyətsizlik müşahidə olunub. Bu xəbərdarlıq kartıdır və sənə şans verilir ki, bunu düzəldəsən. Və bir də şagirdi həvəsləndirmək məqsədi ilə kartın sonunda qeyd olunur ki,
düzgün davranış nümayiş etdirsən, bu səni yaşıl karta daha da yaxınlaşdıracaq. Bu da bir növ şagirdə həvəsləndirici məqsəd daşıyır. Bəli. Həmin kartlarda baxmısınız da, orada qeyd etmişik onu. Bəli, bəli, sizin göndərdiyiniz kartlardan oxumuşam Bəli, onları. çox gözəldir. O kartlara baxın, oradakı qeydlər də vacibdir. Aha, Bəli. bunu bildik. Qırmızı kartı istəsəz deyim, istəsəz başqa Deyin, istəsəz. qırmızını deyin. Eyb yox, deyin siz. Qırmızı kart artıq ağır səviyyəli xəbərdarlıq kartıdır. Yəni qayda pozuntusu daha da ağır olduqda şagirdə qırmızı kart təqdim edilir. Eynən qırmızı kartda da verilmə tarixi, şagirdin adı, soyadı, sinfi yazılır, pozuntunun səbəbi yazılır və şagirdə burada deyilə bilər ki, müəllimə hörmətsizlik etmisən, şagirdlərlə konflikt yaratmısan, dalaşma halları müşahidə edilib və yaxud da tapşırığı yerinə yetirməmisən, davamiyyətsizlik göstərirsən, dərsə gecikirsən, bu kimi səbəblər yazılır. Daha sonra burada yəni bu bir növ ikinci xəbərdarlıqdır artıq. Qırmızı kart mən belə anlamışam. İkinci xəbərdarlıq deyəndə müəllimə, qırmızıdan başqası yoxdur da, ya sarı, Bəli, ya son və bəli, son xəbərdarlıq kimi də demək olar. son xəbərdarlıq kimi gedir, bəli. Bəli. Aha, bunları da bildik. Təşəkkür edirəm. İndi dedik ki, Tamam. şagirdin nailiyyətlərinə görə bu yaşıl kartlar verilir. Bu hansı nailiyyətlərdir? Bir də müəllimə, bunu soruşmağı unutdum. Misal üçün deyək ki, hər hansısa bir qiymətləndirmə keçirilir. Böyük summativ qiymətləndirmə keçirilir və burada şəffaflığa belə deyək, obyektivliyə, şəffaflığa xələl gətirəsi bir hərəkətlərə yol verir şagird. Yəni artıq hardansa cavabları tapıb, onu digər yoldaşa təqdim edir və s. Belə bir halda nə edərdiniz? Üzr istəyirəm, mənə ünvanlayıbsınız sualı, mən cavablandırım. Belə halda məncə bu da yəni ağır səviyyəli qayda pozuntusudur və qırmızı kart təyin olunmalıdır bu halda da. Yəni birbaşa qırmızı kart göndərdik yox da, burada indi müəyyən proseslər var da, korreksiya edici tədbir, bayaq Nailə müəllimənin dediyi kimi hansı işlər görülür? Yəni hər bir korreksiya edici tədbirdə o korreksiya edici tədbir var ha, bir nömrəli əlavə. Bəli. Onu mütləq oxuyun. Yəni bunların hamısını yadda saxlamaq qeyri-mümkündür. Mən də onların hamısını əzbərə yadda saxlamıram. Çünki bu qaydalar da həm yenidir, həm çoxdur da həddindən artıq. Ona görə biz adətən həmin materiala baxıb oradan yazırıq onları. Sadəcə müsahibədə sual verilə bilər. Bunlar hamısında başlı eyni məsələlərdir. Bir dənə korreksiya edici tədbirlərdə verilən kartlar birinci səviyyədə ancaq sarı, ikinci, üçüncüdə həm sarı, həm qırmızı var. Dördüncü səviyyədə ancaq qırmızıdır. Bunları belə yadda saxlayın. Bir də ki, hər bir qayda pozuntusu müəyyən olunduqda korreksiya edici tədbir olaraq biz nə edirik? İlk öncə belə deyək də səs tonunu qaldırmadan, sadə dildə desək, səs tonunu qaldırmadan şagirdə izah olunur ki, bax bunu etmək olmaz. Əgər tutaq ki, sən qiymətləndirmə prosesini pozursansa, şəffaflığı pozursansa və s. burada yəni bu hərəkət doğru deyil. Yəni izah olunur şagirdə. Təbii ki, valideynə əlaqə yaratmaq lazımdır. Ya bildiriş məktubu göndərmək lazımdır, yaxud zəng etmək lazımdır. Bunları yadda saxlayın. Şagirdin şəxsi işində qeydlər aparmaq lazımdır mütləq. Üzr istəyirəm Zülfiyə xanım. Qayda pozuntusunun səviyyəsindən asılı olmayaraq hər bir qayda pozuntusunda öncədən xəbərdarlıq olunur. Yoxsa səviyyəyə görə, məsələn, qayda pozuntusu ağır səviyyədədirsə, artıq başqa cürmü tədbir görülür. Yəni burasını anlamadım. Baxın, misal üçün şagird deyir ki, birinci qayda pozuntusunun səviyyəsində orada deyir ki, şagird üzürsüz səbəbdən dərsə gecikir. İndi bir dəfə gecikdi, 2 dəfə, 3 dəfə, 5 dəfə gecikdisə, burada indi yüngül səviyyələrdə belədir də birinci qaydada. Birinci korreksiya edici tədbirlərdə, üzr istəyirəm, birinci qayda pozuntusunda elədir ki, 5 dəfəyə qədər tutaq ki, dərsə gecikirsə, burada sadəcə şagirdə izah olunur, gecikmə olmaz, balam, dərsə geciksən belə olursan, digər şagirdən mane olursan və s. izah edirik də. Burada kart falan verilmir, heç nə göndərilmir, sarı karta ehtiyac yoxdur. 5 dəfədən çoxdursa, yəni birinci səviyyədə belədir. Hər bir məsələ, birinci səviyyəni bilirsiniz də, bunlar yüngül olduğu üçün 5 dəfəyə qədər ola bilər. Tutaq ki, gigiyena qaydalarına riayət etmir, paltarı çiklidir və yaxud da ki, görünüşü, saçı, zadı və s. də belə qaydalara uyğun deyil deyək ki. O zaman izah edilir. 1 dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə izah edilir. 5 dəfədən sonra artıq ona sarı kart verilir. Bax, birinci səviyyədə bir dənə məsələ var ki, 5 dəfəyə qədərdir. 5 dəfəyə qədər yüngül səviyyə olduğu üçün, misal ki, məktəbdə qaçır şagirdlər. Bütün şagirdlər qaçır da. Biz orada növbətçilər nə üçün qoyuruq? Növbətçilər nəzarət edir ki, şagirdlər qaçmasın.
Bir dəfə, iki dəfə, 5 dəfə izah edirik ki, bax, balam, şagird, məktəbdə qaçmaq olmaz, yıxıla bilərsən, digər şagirdə mane olarsan və s. izah olunur. 5 dəfədən sonra artıq sarı kart verilir. Ondan sonra valideynə məlumat verilir bu barədə və s. Belə. Bunu belə yadda saxlamaq olar. Sadəcə həddindən artıq çoxdur. Hamısını yadda saxlamaq olmur onların. Belə kifayətdir düşünürəm. Bir dənə də deyin, şagirdin deməli həmin o yaşıl kartla rəğbətləndirilməsi məsələsi var idi. Gəlin bir dənə buna da diqqət yetirək və həmin o jurnalı mən təqdim etmişdim. Sizə göndərmişəm də ki, bu jurnalda nələr qeyd olmalıdır. 2 dənə jurnal var. Həmin jurnalları bizim bu koordinator tərəfindən hazırlanıb. Mən sizə koordinatorun əmrini də göndərdim. Bu əmrdə koordinatorun adı qeyd olunub, həmin koordinator tərəfindən bu 2 jurnalların hazırlanmasıdır. Pastayanla o koordinatora yaxınlaşıram ya da çağırıram, deyirəm ki, bax müəllimə, hansı işlər görmüsünüz bu həftə ərzində? Deyir ki, müəllimə, filan qədər şagirdə yaşıl kart, filan qədər, daha doğrusu yaşıl yox, yaşılı biz tez-tez vermirik də, arada onun hansı ki akademik də, sosial da, intizamına görə və s. bunları təqdim edirik. Sarı, qırmızı kart neçə nəfərə göndərmişik. Həm də hər ay üçün bizdən hesabat tələb olunur. Onu bilirsiniz siz. Göndərim həmin hesabatı da sizə ki, nələr soruşulur orada. Baxarsınız. Bəli, zəhmət olmasa onu Neçə göndərərsiniz. şagirdə qırmızı kart göndərilib, neçəsinə sarı kart sayla onu qeyd edir. Hər ay üçün biz hesabat veririk. Regional idarə bizdən o hesabatı tələb edir. Aha, siz deyin, o arada mən göndərim. İntizam, sosial məsuliyyət, bir də akademik nailiyyətlər var. Bax, intizam dedikdə nümunəvi davranış, meyar olaraq intizamı götürək. Nümunəvi davranış dedikdə burada nələr nəzərdə tutulur, kim deyər? Bu üçünü də siz cavablandırın bir nəfər, zəhmət olmasa. Çünki mən artıq bir məsələni də deyim, sağollaşın. Buyurun, əl qaldırın yoldaşlar. Nailə müəllimə, buyurun. İntizam qaydalarında bütün intizam qaydalarına riayət olunan milli mənəvi dəyərlərimizə hörmətlə yanaşan bu 4 səviyyədə olan ki, qayda pozuntular vardı. Onlara yol verməyən hallarda onda yaşıl kart verilir. Sonra sosial məsuliyyət deyəndə tədbirlərdə iştirak etmək, liderliyi nümayiş göstərmək və yaxud da nümunəvi əxlaqi davranışları sərgiləyən uşaqlardır. Bu böyüklərə, kiçiklərə hörmət eləyən, misal üçün baxır ki, özündən kiçik yoldaşlarıdır, hər hansısa bir çətinliyi var, pilləkanı qalxır, yenir, ona köməklik edir, müəlliminə hörmət eləyir, sosial məsuliyyət daşıyan layihələrdə iştirak edən şagirdlərdir. Və yaxud da ki, hər hansısa bir layihələrdə kreativ fikirləri ilə çıxış edən, bir təşəbbüs irəli sürən şagirdlərdir. Akademik nailiyyətlərinə görə də ki, illik, yarımillik qiymətlərində yüksək nəticəsi olan, buraxılış imtahanlarında və yaxud da ki, olimpiyadalarda, beynəlxalq müsabiqələrdə və yaxud da ki, müsabiqələrdə, rayon şəhər müsabiqələrində nailiyyət qazanmış şagirdlərdir. Fən müsabiqələrində nailiyyət qazananlardır. Məktəb daxili tədbirlərdə yüksək nailiyyət göstərib iştirak edən şagirdlərdir. Bunlara da yaşıl kartlar təqdim edirik. Əla, əla. 3 dənə yaşıl kart nə oldu müəllimə? Bir də deyin. Akademik nailiyyətlərinə görə sosial fərq yoxdur. Akademik olsun, sosial olsun. 3 dənə yaşıl kartı var dedik. Ona nə verilir? 3 yaşıl kartı vardısa, təşəkkürnamə. Əgər 5 yaşıl kartı vardısa, tərifnamə, bir də 8 kartı vardısa da, birinci tərifnamə, ikinci təşəkkürnamə, üçüncü isə fəxri fərman. 8 kartı varsa. Bunu gəlin belə yadda saxlayaq da. 3 dənə yaşıl kartı varsa, tərifnamə. Yəni tərifləyirik də ki, sən yaxşı şagirdsən. 5 virtual yaşıl kartı varsa təşəkkürnamə, 8 virtual yaşıl kartı varsa da fəxri fərman verilir. Və şəxsi işinə də bu əlavə olunur. Deməli, bunu necə yadda saxlayıq? Yadda saxlamaq üçün bir yöntem. Birinci tərif etmək, sonra təşəkkür etmək, sonra da təşəkkür edirik ki, sən yaxşı şagirdsən, maşallah, təşəkkürü. 5 kartı da var, ona görə təşəkkür. Amma fəxri fərman ucu daha böyük addır da, belə kimi yadda saxlayaq. Daha
Çox Hətta bu cür ola bilər ki, mən bunu da bu cür fikirləşmişdim, onu da deyim, daha çox fəxri fərmanı olan və yaxud da ki, daha çox yaşıl kartı olana bizim məktəblərin özünün sosial şəbəkələri olur da. Bu istər Facebook olsun, istər fərqli sosial şəbəkələr olsun. O uşaq haqqında xüsusi bir məqalə yazmaq. O uşağın da belə küçükdən bir uşaq istəyir ki, mənim haqqımda müəllimlərim nə düşünür? Əgər xoş düşüncələr ona da xoşdur və uşaqlar da o cür arzu olunan davranışlara daha çox zövq oldular ki, mən də daha çox yaşıl karta sahib olum, mənim haqqımda da yaxşı sözlər ifadə olunsun. Bəli. Yoldaşlar, mən bir dəqiqə ekran paylaşımını edim. Sizə istəyirəm həmin bu əlavələri təqdim edim. Bir dəqiqə. Düz bir 2-3 dəqiqə ərzində bunu sizə təqdim edim. Həm də o jurnal da var, onu da göndərmişəm mən sizə. Bir dəqiqə mən ekran kaydını da edim. Ekran kaydı etmişəm zaten. Sadəcə keçid edim artıq. Görürsünüz, bir nömrəli əlavə var idi, belə. Əvvəlki qaydalar. Bu sadəcə qaydalar idi. Bu qaydalar indi dəyişib. Bu bir nömrəli əlavədir. Var 2 nömrəli əlavə. 2 nömrəli əlavədə ümumi təhsil məsələlərində təhsil alanlar üçün nümunəvi nizam-intizam qaydalarının tətbiqi ilə bağlı məktəb heyəti üçün ümumi təlimat var idi. İstəsəz bunları göndərim, ona görə sizə təqdim edirəm. Müəllimlər nəyi nəzərə almalıdır və rəğbətləndirmə nümunələri və s. şagird mükafatı və s. İndi belə mükafatlar falan yoxdur. Amma buradakı bildiriş məktubundan biz istifadə edirik. Həmin bu bildiriş məktubu. Məktəb, sinif, bölmə, bunları həmin o bizim koordinator tərəfindən yazılır, təqdim olunur və burada qayda pozuntusuna uyğun olaraq burada hansı tədbirlər, korreksiya edici tədbirlər görülmüşdür, onları qeyd edirik və ondan sonra imzalayır direktor, möhür, direktor imzalayır, sinif rəhbər, direktor müavini, direktor bu göndərilir və valideynə təqdim olunan zaman valideyn imzalayır adı, soyadı ki, mən məktubu aldım, oxudum deyə. Bu belə. Bir də, bəli, buyurun. Zülfiyə xanım, bu məktub deyirsinizdə, o kimlə göndərilir? Məktəbin hər hansısa bu misal üçün təşkilatçı ilə mı, yoxsa kimlə göndərilir o? Kimlə göndərilir? O koordinator özü onu təqdim edir. Ya da ki, onu biz adətən şagird dərsdən yayılan şagird olanda valideynə məktub göndəririksə, onu rəsmi qaydada poçtla göndəririk. Aha. Hə, poçt daha Poçtla onu ələ çatır. Yaşayırsa, mən fikirləşirəm ki, şəhər yerində çox uzaqdan məktəbə gələn şagirdlər var. Onlara vaxt vermək problem olar. Bu onlara vəziyyətdə göndərilirsə möhür niyə? Yox, əgər möhürlə göndərilirsə onda necə çatdırılırdı? O maraqlı idi mənə, tamam. Bəli. Bir dəqiqə həmin o jurnalı mən sizə WhatsApp-da göndərmişdim, düzdür yoldaşlar? Qrupa. Səhifələrə bölünməsin. Göndərmisiniz. Göndərmişəm. Yox, bax o jurnalı mütləq, o jurnalı bizə göndərməyiblər. Həmin o jurnalı mən özüm hazırlamışam. İntisam jurnalı. Aha, baxın. İntisam jurnalı. Baxın, bu jurnalı mütləq hazırdır. Bu bizim məktəbin jurnalıdır. İntisam komissiyasının iclaslarının qeydiyyat jurnalı. Tutaq ki, iclas keçirdik, komissiyanı yaratdıq. Dedik ki, 2 halda komissiya yaradırıq. Bir, qayda pozuntusunun səviyyəsini müəyyən etmək mümkün olmadıqda, 2 də valideyn narazıçılıq edirsə, 2 halda. Həmin halda komissiyanı ki, biz təşkil edirik. Burada komissiyanı təşkil etdik. Qayda pozuntusunun növü, təhlil, nəticə, icra tarixi və s. bunları qeyd edirik. İkinci jurnal da, yoldaşlar, baxın, bunu göndərmişəmsə, bu jurnalı artıq biz ləğv elədik. Bir dəqiqə mən sizə yeni versiyanı göndərim, məndə olan. Bir dəqiqə. İkinci versiya var. Yeni yox, sadəcə o yoxdur orada. Bir dəqiqə. Sizin vaxtınızı almıram, yoldaşlar, yormuram ki sizi. Xeyr. Biz müəllimə rəğbətləndirməni də qeyd edirik, yoxsa ona ehtiyac yoxdur? Bir dəqiqə, indi onu istəyirəm göndərim. Jurnal, İntisam jurnalı nümunə. Həmin onu göndərim sizə qrupa. Bayaq özüm üçün göndərmişdim onu öz nömrəmə. Hə, daha asan tapdıq indi bu dəfə. Üzr istəyirəm. Baxın. Baxın, bir bu jurnal, İntisam Komissiyasının iclasının qeydiyyat jurnalı. Bir də bu rəğbətləndirmə ilə bağlı. Görürsünüz, şagirdin adı, tutaq ki, Əliyev Arif, 5-ci C sinifi, rəğbətləndirmə meyarı, sosial məsuliyyət. Yaşıl kart verilib ona, misal üçün.
təqdim edən şəxs kimdirsə, o sinif rəhbəri və s. İntizam komissiyasının qərarı, nömrəsini falan qeyd edirsiniz. Müsabiqədə fəal iştirak edib. Nəyə görə ona verilib? Yəni səbəbi qeydini. Olimpiyadada birinci yer tutub, akademik nailiyyəti var. Bax bu rəğbətləndirmə ilə bağlı biz qeydiyyatı aparırıq. Amma artıq o qırmızı sarı kartda onun o şəxsi işinə yazılır da zaten. Bir də bu bizim İntizam komissiyasının əmridir. Bunu açıq qoymuşdum sizə təqdim edim deyə. İntizam komissiyasının yaradılması, rəğbətləndirmə tədbirlərinin tətbiq edilməsi haqqında. Pedaqoq Şuranın qərarı, bir də ki, təhsil alanların intisam qaydalarına riayət olması, nəzarətin, təşkilin və intisam pozuntularına yol vermiş şagirdlərə korreksiya edici tədbirlərin həyata keçirilməsi məqsədi ilə Pedaqoq Şuranın qərarını, çünki biz bir nömrəli Pedaqoq Şurada bu intisam qaydalarını müzakirə etmişdik və ona görə də bu əmri verdik. Əmr edirəm 7 nəfərdən ibarət intizam komissiyası. Əvvəl nizam intizam idi, indi intizam komissiyası yaradılsın. Keçənin nizam sözü var idi. Komissiyanın tərkibi aşağıdakı kimi müəyyən edilsin. Komissiyanın sədri, məktəbin direktoru, üzvlər, uşaqlarla məktəbdən kənar, sinifdən xaric, tərbiyə işi üzrə təşkilatçı, sinif rəhbəri, fən müəllimi. Bu sinif rəhbəri, yəni bir nəfər sinif rəhbərindən, fən müəllimindən, psixoloq, valideyn də, orada valideyn qeyd ediblər. Mən bizdə misal üçün valideyn komitəsidir həmin xanım, onu qeyd etdim. Amma burada ola bilər ki, tutaq ki, Əlinin valideyni gəlsin misal üçün. Ya da bu valideyn özü də orada ola bilər. Əlavə olaraq Əlinin valideyni misal üçün narazıçılıq edirsə, Əlinin valideyni də əlavə olaraq gəlir və 7 nəfərdən ibarət belə bir komissiyamız var. Bu bilsiz həm də o aşkarlıq, şəffaflıq, demokratiklik prinsipi əsasında ümumi təhsil müəssisəsi idarə olunur. Ona uyğun olaraq həm də valideyn də dəvət olunur ora təhsil prosesinin iştirakçısı olaraq. Aydın oldu mu yoldaşlar? Mən sizinlə sağ